Mən gülüm, gülüm sən gülüm. Onlar evdə oynamağı çox sevərdilər. Onlar evdə gizlanpaç oynamağı da çox sevərdilər. Gizlanpaç oynamağı da çox sevərdilər. Balalar evdə oturub söhbət etməyi də çox sevərdilər. Və onlar söhbət edərkən birdən qapı döyülməyə başlayır. Aha, gələn ana keçimizdir. Balalar qapını açır, ana keçimiz gəlir və balalarına yeməklərini verir və balalarına məsləhət verir. İndi mən yenə yemək gətirib gəlirəm. Məndən başqa heç kimə qapıyı açmayın. Mən gələnə qədər heç kimə qapıyı açmayın. Aha, ana keçib gedir yemək gətirməyə, balalar da gedir mətbəxə. Və bizim kəndin ətrafında iki canavar yaşayırdı. Tamam, canavarlar necəsən? Elə ki, məsələn, canavar var ya, yaxşıyam, sən necəsən? Yaxşıyam, amma elə yemək istəyirəm. Kəndin ətrafında keçən 4 dənə balası var, onu deyək. Doğrudan? Gedək. Aha, canavarlar gedirlər kəndin ətrafındakı keçi balalarının evinə. Əlbəttə, keçi balalarının bunlardan heç bir xəbəri yox idi. Oturub evdə söhbət edirdilər. Və söhbət edərkən birdən qapı döyülməyə başlar. Aha, balaların ikisi inanır, ikisi inanmır. Aha, balaların ikisi qaçır mətbəxə və balaların ikisi qapını açırlar. Aha, gələn canavarlardır, balaları tutub aparırlar mağaraya. Üstündən bir müddət keçəndən sonra ana keçimiz evə qayıdır. Balalarım, haradasınız? Hara yox olmuşsunuz? Mənim gözəl balalarım, haradasınız? Bu vaxt balaların ikisi gəlir ananın yanına. Oğladılar. Narahat olmayın, mən getdiyimdə canavarları tapıb qardaşlarınızı götürəcəm. Aha, ana keçimiz gedir balalarını xilas etməyə. Bizim kəndin ətrafında isə bir dəmirçi bacı yaşayırdı. Onu bütün kənd tanıyırdı, bütün oba tanıyırdı onu. O çox məşhur idi. Bu nə işləyir? Belə işləmək olar. Yorulmuşam, Və ana keçimiz dəmirçi bacının yanına gəlir. Dəmirçi baca, nə oldu? Mənim canavarlar mənim oğullarımı götürüblər. Neyniyə bilərəm? Mən uyuzumu itəndə mən də gedib onlara dərs verirəm. Yaxşı. Çox sağ ol. Dəyməz. Aha, dəmirçi
Dəmirçi bacı bizim ana keçinin buynuzlarını itiləyib onu göndərir balalarını xilas etməyə. Görək mağarada canavarlar neyniyirlər? Balaları əsir tutmuşdular və yeməyə hazırlaşırdılar. Ana bak gel bunu ye. Bu da adlıdır. Oh, bu böyle şey kalması var. Ben sen diyeyim ki bu da adlıdır. Ya. Yok bu böyle kebap var. Və bu vaxt ana keçinin ayaq səsləri gəldi. Burada ne olur? Ne bahsediyorsun? İşte. Analar bizi kebap? Yok. Burada ne bahsediyorsun? İşte. Ha, atmışsın. Mən sizə acımağı göstərirəm. Aha, ana keçimiz canavarlara hücum eləyir və gəlir balalarını xilas edir. Və hər kəs gəlir, əl-ələ tuturub, alqışlarınızla tamaşamız sona yetdi, əziz qonaqlar, dəyərli valideynlər. Dostlarımızla şəkil çəkdirə bilərsiniz və dostlarımızı aktyorluq məktəbindən gəlib təhvil ala bilərsiniz.